Hello, dear children. Salam, əziz uşaqlar. İkinci bölüm, birinci dərs. Exercise 1 on page 18. Birinci tapşırıq, səhifə 18-də. Listen, then echo. Dinlə və təkrar et. 1, 1, 2, 2, 3, 3, 4, 4, 5, 5, 6, 6, 7, 8, 8, 9, 10. Gəlin birlikdə yenidən sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. İndi isə dinləməyə keçək. Vocabulary. 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 1, 1, 2, 2, 3, 3, 4, 4, 5. 5, Vocabulary. 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 6, 6, 7, 7, 8, 8, 9, 9, 10. 10. Vocabulary. 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 Exercise 2. İkinci tapşırıq. Listen and show. Dinlə və göstər. Counting song dilimizə sayma mahnısı kimi tərcümə olunur. How old are you? Sənin neçə yaşın var? How old are you? Sənin neçə yaşın var? Count with me. Mənimlə say. And you can see. Və sən görə bilərsən. I am 1, 2, 3, 4, 5, 6, 7. I am 7. Mənim 1, 2, 3, 4, 5, 6 və ya 7 yaşım var. Mənim 7 yaşım var. Counting song. How old are you? How old are you? Count with me, and you can see. I'm 1, 2, 3, 4, 5, 6, 7. I am 7. I am 7. I am 7. I am 7. How old are you? How old are you? Count with me, and you can see. I'm 1, 2, 3, 4, 5, 6, 7. I am 7. I am 7. I am 7. I am 7. Exercise 3 on page 19. Üçüncü tapşırıq, səhifə 19-da. Sing counting song. Sayma mahnısını birlikdə oxuyaq. Uşaqlar burada sayma mahnısını təkrardan dinləyib
oxuya bilərsiniz. Exercise 4. 4-cü tapşırıq. Ask and answer. Soruş və cavabla. Uşaqlar, bu tapşırıqda ingilis dilində dostlarınızdan soruşmalısınız. How old are you? Sənin neçə yaşın var? Onlar isə cavab verməlidirlər. Məsələn, I'm 6. Mənim 6 yaşım var. Uşaqlar, səhifə 19-un yuxarı hissəsində bizə yeni bir hərf verilib. X hərfi. X hərfi sözlərdə işlənərkən k, s səsini verir. Məsələn, six və ya fox, tülkü, yəni. Bu sözdə də k, s səsini verir. Uşaqlar, X hərfinin sizə əl yazmasını təqdim edirəm.